Valideynlər övladlarında müəyyən inkişaf fərqlilikləri müşahidə etdikdə çox zaman hansı addım atacaqlarını bilmirlər. Psixoloji, tibbi, pedaqoji komissiyalar məhz bu suallara aydınlıq gətirərək uşağın təhsil ehtiyaclarını müəyyənləşdirir və ailələrə düzgün istiqamət göstərir. Nitqində, davranışında və ya inkişafında müəyyən çətinliklər müşahidə olunan uşaqların təhsil prosesinə daha uyğun şəkildə cəlb edilməsi üçün xüsusi qiymətləndirmə aparılır. Bu məqsədlə fəaliyyət göstərən psixoloji, tibbi, pedaqoji komissiyalar uşağın fiziki, psixoloji və əqli inkişaf vəziyyətini kompleks şəkildə araşdırır. Psixoloji tibbi pedaqoji komissiyanın əsas missiyası uşağın təhsil ehtiyaclarını hər tərəfli qiymətləndirmək, onun imkanlarına uyğun təhsil mühitinin müəyyənləşdirilməsinə dəstək vermək, valideyn, müəllim, mütəxəssis əməkdaşlığını təmin etməkdir. Bizim yanaşmamızda əsas prinsip uşağın məhdudiyyətlərinin deyil, potensialını görməkdir. Komissiya ümumiyyətlə diaqnoz qoyan qurum deyil, uşağın təhsil ehtiyaclarını müəyyən edən və uyğun dəstək mexanizmini tövsiyə edən qurum kimi fəaliyyət göstərir. Mütəxəssislərin iştirakı ilə həyata keçirilən müayinələr zamanı uşağın faktiki inkişaf vəziyyəti qiymətləndirilir. Nəticələr əsasında onun xüsusi təhsilə ehtiyacının olub-olmaması müəyyən edilir və uyğun qərar qəbul olunur. Eyni zamanda valideynlərə övladlarının inkişafını dəstəkləmək üçün tövsiyələr də verilir. Ev təhsilindədir. Düzdür, əvvəllər orta məktəbə gedirdi, sonra səhhəti ilə bağlı, ürəyi ilə, beyni ilə olan problemlərlə əlaqəli mən bu komissiyaya müraciət elədim. Artıq 3-cü ildir ki, Kəlbiyev Rövşən ev təhsilində təhsil alır. Və mən bu komissiyadan, yəni buranın gedişatından və bura ilk gündən, gəldiyim gündən bu komissiyadan çox razıyam. Bir çox valideynlər bu xidmətin yalnız diaqnoz qoyulması üçün nəzərdə tutulduğunu düşünür. Halbuki əsas məqsəd uşağın potensialını düzgün qiymətləndirmək, onun imkanlarına uyğun təhsil mühitinin seçilməsinə kömək etməkdir. İndi hansı fəsildir? Yaydır, bəli. Əgər müayinə zamanı uşağın xüsusi təhsilə ehtiyacı müəyyən olunarsa, bununla bağlı müvafiq qərar verilir və ailə növbəti mərhələlər barədə məlumatlandırılır. Məqsəd hər bir uşağın təhsil sistemində özünə uyğun yer tapmasına və inkişaf imkanlarından tam yararlanmasını təmin etməkdir. Psixoloji tibbi komissiyalar müəyyən edilmiş qrafik əsasında həftədə 2 dəfə problemli olan uşaqları qəbul edir. Mühüm məqamlardan biri isə odur ki, burada aparılan müayinələr və qiymətləndirmələr tamamilə ödənişsiz həyata keçirilir. Erkən müraciət bir çox hallarda uşağın inkişafı və təhsilə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır. Psixoloji, tibbi, pedaqoji komissiyalarda məhz bu istiqamətdə ailələrə dəstək göstərərək uşaqların ehtiyaclarına uyğun təhsil imkanlarının müəyyənləşdirilməsinə xidmət edir. Qeyd edək ki, Bakı Şəhər Təhsil İdarəsinin tabeliyində 5 belə komissiya fəaliyyət göstərir. Əzizə Mahmudzadə, Emin Tağıyev, Telesəhər.